Salam dostlar, bugün Snap Car Parking oynayacağıq. Supra'nı indi köhnə göstərmək kimi yığacağıq. Hələ eləyəcək ki, şüşələri hələ bir ki yoxdur, papel birinci rəngin eləyək açıq göy. Əslində belə yaxşıdır. Hamısını da göy eləyəcək. Belə yaxşıdır rəngi. Məndə bir hamısı yüngülvari. Tünd fason eləyək. Belə. Rəngi indi özünüz istədiyiniz kimi eləyə bilərsiniz. Birinci buradan burasını qırmızı eləməklə başlayırıq. Kırmızı eləyirik, kopyalayırıq, o tərəfə də eləyirik. Bu tərəfə də elədik. Gədirik o yüzden yumruğunu tapırıq. Bunu vururuq bura. Belə bir rəng eləyirik. Ağ rəngin hamısı tündü. Sonra qaraltırıq. Damcı belə şey eləyirik. Vururuq. Həmən şey o yüzden eləyirik. Bələm kimi. Belə gedirik yani. Rəngim bunun kimi eləyək. Belə bir rəng. Yəni pis olmayacaq. Hələ ki köhnə yarış maşınlarındandır. Bir də o tərəfinə uyğun olur. Yaxşıdır belə. Buraq indi qaraltaq buranı. Belə bir də o tərəfə baxaq. Qəşəng. Bunu da vurduq indi. Rəqəm yazmağa gəldik. Hərf yazmağa yəni. Bura 1 yazırıq. Böyük hərfə niyə keçdim mən? Bağ eləyirik, fırlatırıq. Yekəltirik bunu. Yekəltib bura vurmağa çalışırıq. Qəşəng oturmağına yəni. Vurduq, kopyalayırıq, bir dənə o tərəfə vururuq. Bir dənə də bura vururuq. Biraz əli rəngli oldu. Bir hamısı düzəltək bunu. Belə daha qəşəng oldu. Həmənki işləmi indi kapotun üstünə eləyirik. Ben aslında başqa maşın eləmişdim bir dəfə. İndi bunu eləmək istəyirəm Supra'ya. Supra olmalıdır deyəsəm. Yenə də 1 yazırıq ora. Ağ eləyirik. Qoyuruq bura, yekəltirik. Çox da çətin yığım deyil. Qoyuruq bura, qəşəng ortalayırıq. Vurursunuz. İndi keçirik köhnə göstərməyə. Bir də buralar qırmızı qalır. Sonra rəngin tutuşturmaq onsa çətin olacaq. Onsa köhnə yarış maşınları kimi yığırıq. İndi bilmirəm, hələdir köhnə yarış maşınları, hələ deyil, ancaq axı yığıram. Qaraltırıq buna, bir də hamısı belə alırıq. Rəngin bir hamısı açıq eləyirik. Fırlatırıq bunu. Belə eləyik, qoyuruq, belə çəkdik, yekəltirik, hər yeri tutsun yəni. Ham baxın belə. Sonra bunu eyni işləmə alta da eləyirik. Belə. Sonra bu tərəfə də eləyirik. Yenə də alt tərəfini eləyirik.
Bu video bilmirəm az olacaq yoxsa çox. Axı onu bilirəm ki 10 dəqiqə saat ola bilər. Arxasına da vururuq. Yuxarıdan da vururuq kapot üstünə. Yəni damla ehtiyac var, yoxdur bilmirəm, ancaq vurmuram damla. Burasına vurmağa çalışacağam indi. Pis oldu ancaq belə. Damcı bunu nə edirik? Damcı balcalaşdırırıq. Damcı belə edirik. Çünki o belə gəlir düz, onda inandırıcı olmazlar. Yəni ki, köhnə olana oxşamaz. Bələm kimi heç. Belə kopyaladıq, vurduq. Bir dənə qabaq bu körələri var, gəlib. Kapotuna da eləyirik. Kapotuna elə bir yaxşı oturmadır. Bir dənə o tərəfə çəkirik, arxaya. Bir dənə belə eləyirik. Düzdürməyə çalışırıq. Vurduq. Bir dənə də bura. Sonra bundan bir dənə qabağı vururuq. Rəngi milancı qırmızı edirik buna. Rəngi milancı belə açıq fason elədik. Burasına vururuq. O tərəfini gətirməyə çalışaq. Sesim niyə belə gəlir? Deyəsən bir damcı tutulub sesin. Məsələn, bura vururuq. Vurdu bura. Bundan da vuraq hələ bir dənə bura. Bunun ağ rəngi olmalıdır. Bura vuraq bunu. O tərəflərə çatmır yəni. Burasına vururuq. Bura bax yeridir. Bura vurduq. Qəşəng. Bir də bunun rəngini belə eləyək də. Bunları çox eləyək. Bu qədər deyir hələ. Hələ patversə gəlməliyik. Can vinalarını yəni. Patverisi bilirsiniz necə eləyirik. Baxın buradan qaraltırıq. Buradan qaraltırıq. Buradan da qaraltırıq. Buradan da. Buradan da. Buradan. Baxın hər iki şüşələri belə çıxana oxşuyur. Baxın. Hər iki şüşələri yoxdur. Patverisi sadı yoxdur. Yüngülvarı hər iki oxşatmaq olar. Bir dənə də damla da vurum ya da. Damla da vurum qəşəng görsənsin. Deyək belə. Qaraltaq. Baxın bələm kimi. Gedər yəni. Qəşəng. Bu da belə. Bir dənə bunu girək indi oyuna. Prosta bu disklərini dəyişək ki, hələ bir ki köhnə Zavaskoy diski qoyuruq. 07-lərdə olan disklərdən. Köhnə yarış maşınına oxşuyur ki axı. Bundan qoyaq, içərdə olanı yoxsa bu yaxşıdır. Qoyuruq bunu qapqara eləyirik. Qara yox ya da buradan belə bir rəng eləyirik. Bələm kimi elədik. Buradan qaraltırıq. Buradan da belə. Bu ana rəngdir. Bu maşın buraxaq. Bu hələ bir iki dansı bura qoyaq belə. Baxın qəşəng oldu. Təkər boyutunda qoyaq bələm kimi. Belə. Təkərlərin bir ansı böyük olsun. Yox, balıcı olsun. Deyək, belə yaxşıdır. Təkər boyutlarına indi siz nə qədər istəyirsiniz eləyə bilərsiniz. Mən belə elədim. Vurur bunu. Eni sifonlara girilir, amma zatdır yəni. Polun aşağı vermirəm. Dalı polun aşağı. Qabağı yüngülvarı belə. Daha az belə. Bir hansı belə eləyirik. Belə. Bələm kimi. Təkərlərin polunu içəriyə salırıq. Bir hansı belə əqri fason. Köhnə yarış maşınımız hazır. Deyir hələ. Motoru 200 minlik motoru vururuq üstünə. Ağırlıq mərkəzində
Son arkaya veririk. Oha, yəni 0 deyə belə qalsın belə. Bir dənə indi başlayaq baxaq bir necə görsənir maşınımız. Sığıb saxlayırsınız belə. Demişəm neçə videolarda. Ancaq maraqlıdır, belə sığıb saxlayırsan maşınımız düşür qalxır. Bu Allah bilir neçə dəqiqəlik video oldu. Baxın, qəşəng oldu. Səliqə, yarış maşını. Bir nömrə. Heç gəlmir ki, papirisi yoxdur, papirislər şüşələr sarı. Bilməm ki, gedək o tərəfə. Sürəti necədir? Şey, driftinə baxaq. Oba, alal çıxdı. Öyle, oba. Drift maşını. Güzeldir. Yani pis görsənmir. Bu şey kimi arabanı kilitliyə. Niyə kilitlərimizə kim gəl götürəcək? Pis görsənmir ha. Supra köhnə model. Köhnə model yəni ki, yarışçı köhnə. Ama bagajına sağına baxaraq keyfini açmaq lazımdır aslında. Motorun sağına baxaraq. Oo, motora bax hələ sən. Qəşəng cətidir ora. 07-ləri belə deyil görsənir. Kaputdan baxırıq. Bir deyil bu. Rolu bu tərəfdə olmalı deyildir deyə. Rolu bu tərəfdə olmalı deyil ki, məncə. Nasıl sürə gedir? Maşın sürəti hələ ki, azdı deyilməyim. Motorun vurdum 200 minlik motor. Motor nə deyil ki, turbo sad qoşmalıydı buna saat. Bir dənə resk bir dənə dal burada. Oy, qəşəng. Oy da tormuzu düz buradan vermişəm ha. Düz buradan. Yollarda bizim her yerde izimiz var. Sürtüyel bir güngül var. Neyse dostlar. Videonu burada bitirəm. Bu videomuz bu qədər. Sağ olun, görüşənə qədər.